Salam. Bu dəfə Füzulinin çox məşhur bir şeiri haqqında danışacağım. Sizin hamınız onu eşitmisiniz. Bunun mahnısı da vardı. Məni candan usandırdı, cəfadan yar usanmaz. Bu şeir həddindən artıq ritmik bir şeirdir və axımlı bir şeirdir. Mən Füzulinin hansı texnikalar və ədəbi sənətlərdən istifadə edib ki, bu şeir bu qədər axımlı olsun, onu sizə izah etməyə çalışacağım. Birinci, bu şeir Həzəc bəhrində yazılıbdır. Həzəc yəni mahnı. Həzəc məfailun ritminin bir şeirdə təkrarlanmasıdır. Məfailun. Ritmi belədir. Dadam, dam, dam. Adından bəllidir, mahnı deməkdir. Və daha çox insanın romantik hisslərinə toxunan şeirlər bu bəhrədə yazılır. Məni candan usandırdı. Məfailun, məfailun. Cəfadan yar usanmaz. Məfailun, məfailun. Görürsünüz ki, bütöv məfail bəhrədə. İkinci məsələ budur ki, bu şeirdəki hərflərə diqqət eləsəz, 60% hərflər yalnız 4 hərfdən ibarətdir. A hərfi, M hərfi, N hərfi, İ hərfi. M ilə N hərfi əvvəla cingiltilidirlər. Sonra bunlara qarşılıqlı kar hərfi yoxdur. Üçüncüsü yeganə hərflərdirlər ki, bunları tələffüz eləmək üçün biz havanı burnun boşluğundan ötürməklə tələffüz edirik. Başqa bir hərf bizim dilimizdə yoxdur ki, burundan havanın çıxarılması ilə bunlar tələffüz olunsunlar. Və şeirdə adətən M və N hərfi nə qədər çox istifadə olunsa, o qədər həzinlik göstərir. O qədər sizə deyim ki, həzin duyğular, elə bil ki, bir adam ürəyində uca fikirləşir. Bilmirəm, belə bir hisslər sizdə olubdur, bunu hiss eləmisiniz ya yox. Bəzən olur, adam ürəyində ucadan fikirləşir. M və N hərfləri onu adamın beynində canlandırır. Üçüncü məsələ bu ki, bu şeirin daxili qafiyələri vardır. Baxın, qamu bimarinə canan, dəvayı dərd edər ehsan, neçün qılmaz mənə dərman, məni bimar sanmazmı? Demək ki, M-N A hərflərinin təkrar olunması bu şeirdə həm həzinlik yaraldıbdır, həm daxili ritmi yaraldıbdır. Buna alliterasiya deyirik, alliterasiya. Yəni, bəzi hərflərin dalbadal təkrar olunması bir tür daxili ritmi yaraldı şeirdə. Bu şeirdə 2 dənə də beyt vardı ki, onlarda S ilə Ş hərfləri dalbadal təkrar olunubdur və hərəsi başqa bir mənanı insanın beynində canlandırır, gəlib ona da çatacaq. Məni candan usandırdı, cəfadan yar usanmazmı? Fələklər yandı ahimdən, muradım şəm'i yanmazmı? Burada həm də, baxın, bütün fələklər, bütün kainat bunun ahindən yanır, amma bunun balaca muradının şəmi, yəni istəyinin şəmi hələ də sönükdür. Yəni, bunun ahı hələ onu yandıra bilməyibdir. Burada təzad da istifadə edibdir. Qamu bimarinə canan, qamu yəni hamı. Qamu bimarinə canan, dəvayı dərd edər ehsan. Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı? Qəmim pünhan tutardım mən. Pünhan yəni gizli. Dedilər yarə qıl rövşən. Rövşən yəni aydın. Yəni dedilər ki, o gizli qəmini yara aydınlaşdırır, yara bəlləndir. Desəm, ol bivəfa bilməm, inanarmı, inanmazmı? Şəbi hicran
yanar canım. Şəb yanı gecə, hicran yanı ayrılıq. Şəb-i hicran yanar canım, tökər qan çeşmi giryanım. Çeşmi yanı göz, giryan yanı ağlar. Oyadır xalqı əfğanım. Qara bəxtim oyanmazmı? Yani bütün xalq mənim ah-naləmdən, onun səsindən, hay-həşərimdən oyanıbdır. Amma bu qara bəxtim hələ də yatıb, heç oyanmaq fikri yoxdur. İndi gəlirik bir beytə ki, ona xahiş edirəm diqqət eləyin. Güle ruhsarına qarşı, ruhsar yani üz. Güle ruhsarına qarşı, gözümdən qanlı axar su. Yani sənin gül üzünə qarşı gözümdən qanlı su axar. Həbibim, həbibim yani sevgilim. Fəsli güldür bu. Fəsli yani sezon, yani gül sezonudur. Bahardır. Axar sular bulanmazmı? Diqqət eləsəz, burada s ilə ş hərfini ki, axar suları, bulanıq axar suları istəyir canlandırsın, onun təsvirini bizim beynimizdə yaratsın, dalbadal təkrar eləyibdir. Güle ruxsarına qarşı, gözümdən qanlı axar su, həbibim fəsli güldür bu, axar sular bulanmazmı? Demək ki, s ilə ş hərflərini burada o qədər təkrar eləyibdir ki, o sel ab-ı havasını, onun hissini biz təsəvvür eləyə bilək, beynimizdə canlandıra bilək. Həmçinin burada bənzətməsi də çox gözəldir. Yəni, gözdən axan qanlı suyu yazda axan bulanıqlı sellərə bənzədir. Deyildim mən sənə mail. Mail yəni meyl eləyən. Yəni mən sənə marağım yox idi. Sən etdin əqlimi zail. Yəni sən mənim ağlımı zail elədin. Zail yəni körlamaq, aradan aparmaq, məhv eləmək. Mənə təən eləyən qafil. Səni görgəc utanmazmı? O adam ki məni təyin eləyir, danlayır məni, o qafil. Qafil yəni qəflət eləyəndə, yəni qanmaz bir adam. Görgəc yəni görcək. İndi o zaman görgəc deyirdilər. Utanmazmı? Fuzuli rindo şeydadır. Həmişə xəlqə rüsvadır. Sorun kim bu nə sevdadır, bu sevdadan usanmazmı? Son beytdə də s ilə ş hərfini dalbadal təkrar eləməklə s ilə ş hərfi bir də şənlik gətirir. Yəni bu hərflər nə qədər çox təkrar olunursa, şənlik hissi adama baş verir. Və Fuzuli burada rind sözünü işlətməkdən daha çox, siz bilirsinizmi? Rind sözü Hafiz Şirazidən qabaq, yəni Fuzulidən təxminən bir əsr qabaq, pis mənada işlənir. Rind yəni laübalı, laqeyd adam. Ümumiyyətlə heç nə vecinə olmayan, axmaq bir adam, bekara bir adam. Buna rind deyirdilər. Amma Hafiz bu sözü şeirlərində kamil bir insan, hansı ki dünya əvvəla bağlı deyil, nə təkcə dünya deyil, yəni əvvəla dinə bağlı deyil, yəni inanclara, ideologiyaya bağlı olmayan, dünyaya bağlı olmayan, vara sərvətə, hökumətə, bu heç nəyə bağlı olmayan bir adam tam azad bir insana rind deyir. Burada Fuzuli rind sözünü işlədibdir və rind sözü dediyim kimi elə bir söz deyil ki, buna qarşılıqlı sinonim bir kəlmə deyək ki, bunun mənası nədir? Burada s, ş hərflərini işlətməklə bunun ab-ı havasını canlandırır ki, rind bir adam həmişə şən olur və sakit bir insan olur. Farslarda, ərəblərdə və
Anadolu türkçəsində çox işlənən bir termin vardı. Huzur sözü, huzur. İnsan huzur içində ola, həm şən ola, həm sakit ola. Və burada s ilə ş hərflərinin bu qədər təkrar olunması belə bir hissi adamın beynində canlandırır. S ilə ş hərflərinin şənlik yaratmağını siz Məşədi Badam filmində də görürsünüz. Gəlin üçün otağı hazırlayanda şam yandırır və Sədi Şirazinin bir məşhur şeirini oxuyur. Şəbəstu şahidu şəmu şərabu şirini. Şəbəstu şahidu şəmi şərab şirini. Ganimet est ki şeb ruy buzdar bini. Burada görürsünüz ş hərflərin o qədər təkrar olunubdur ki, adamda şənlik hissini yaraldır. Sədi Şirazi burada deyir ki, şəbəstu, yəni gecədir və şahidu, şahid yəni gözəl üzlü, şəmu şərabu şirini. Şahid də var, şam da var, şərab da var, şirinlik də var, şirniyyat da var. Qənimət əst senin şəb. Belə bir gecə qənimətdir, yəni bir də ələ düşməz. Qənimət əst senin şəb ke dostan bini. Yəni belə bir gecə ələ düşməz bir də və yaxşısı budur ki, belə bir gecədə dostlarla birlikdə oturaq. Baxın, bu şeirdə düzdür, məctəs bəhrində yazılıbdır. Amma məctəsdir, həzəcdir. Bunların hər ikisi bir-birinə çox oxşar və şənlik ab-havası yaraldan vəznlərdirlər, bəhrlərdir. Məsələn, Füzuli bu şeirində deyir ki, məni candan usandırdı. Bunun vəzni məfailun məfailun. Sədi Şirazin vəzni məfailun fəalatun, məfailun fəalən.